Salam, kanalıma xoş gəlmisiniz. Salam. Bugün ilk dəfə 17 Pro-dan YouTube'a başlayıram. Kameram bugün satacağıq, əlvida eləyirik. Amma mən düşünürəm ki, kameram bütün funksiyalarını bir telefon eləyirsə, niyə də telefonla işlətməyim? Çünki burada səsləri, kənar səsləri bağlaya bilirik. Məsələn, baxın, indi mən normal şey eşidirsiniz. Bir də deyən tutma salım. Bir də indi səslər bağlanıb halda eşidirsiniz. Bence fərq göz önündədir. İndi sahildəyik. Dedik birinci bulvara düşək. Orada bulvarı çəkəksə, sonra Targovda da var. Daha sonra İçəri şəhərdə də var. Yəni şəhərdə bir çox yarmarkalar var. Gedək görək, baxaq necədir. Ətraflı sizlə bölüşəcəyik. Girişdə belə bizi yumurtalar qarşılayır. Səmənimiz də var burada. İndi Əminə xanım belə eləyəsək, baxın. Bir də o hissəyə baxın. Görürsünüz. İlk gəldiyimiz bulvardır. Görürsünüz, belə Novruz abı havası var. Çox qəşəng görünür. Oturmalı stol tabaq 5 şişimizi qoyaq. Dostlar, burada sizə stendləri göstərirəm. Sadəcə kənardan mahnı gəlir deyə, videom ihlala getməsin deyə özüm üzərinə səs yazma eləyirəm. Biz burada şəkillər çəkdirdik. Bu arada çox gözəl, estetik şəkillərimiz alındı. Əgər siz də Bakı ərazisində yaşayırsınızsa, mütləq bura gəlib baş çəkməyi unutmayın. Və bir çox müxtəlif stendlər var idi. Amma mən deyərdim ki, Targovda olan stendlər daha gözəldir. Çünki orada yemək çeşidləri də çoxdur. Əslində plov yemək ağlımızda yox idi. Sadəcə belə çox iştah açıcı görünürdü. Yanına da salat aldıq. Dadı çox dadlı idi. Qiyməti isə 3 manat idi. Məncə fiyat performansı göstərir. Uşaqlar, bayaq göstərdik sizə bir plovdur. Bir də belə salat. 3 manat. Ayrı-ayrı 3 manat verdik. Bu arada heç bir reklam əməkdaşlıq yoxdur pulumuzla. Pulumuzu verib almışıq. Ben verdim. Ben verdim ama ikimizin pulunu. Salatı az koydular he. Ama Döşək salatdır. qaşlıq yerə dəydi. Biber var, qarğıdalı. Biber. Aşda qarışıqdır. Əminə kök yemir. Onun tərəvə çox sevir. Kök deyil bu desem biberlə. Bu yumrulara nə deyirlər? Biz qarıq deyirik. Hə, qarıq. Biz indi Targovda olan bu stendlərə gəldik. Deməli, göstərirəm. Torpaq əlimdə, bahar ürəyimdə. Səməni var. Məcbur yenidən səs yazmaya edirəm. Digər yarmarkaya nisbətən burada adamların sayı çox idi. Buradan da sizə ortamı göstərirəm. Bir neçədir? 6 zaman. Pulumuzun boşa getdiyi dəqiqələrdən biri. Paylaşıram ki, sizlər aldanmayasınız. Deməli, bir atışım biri 1 manat idi və atmaq həqiqətən çox çətindir. Yəni 2 manatımız elə belə getdi. Amma fərqli fotozonaları var idi və stendlər hədsiz çoxdur. Gəlib burada vaxtınızı dəyərləndirə bilərsiniz. Bu hissədə isə sadəcə saçıma aşiq oluram. Yəni saçım çox parlaq və canlı görünür. Bunun əsas səbəbkarı özüməm, çünki hər həftə baxım edirəm saçıma, hər həftə. Burada Əminədən dialoqa girmişəm deyə babat mübahisə gedir. İkinci yediyimiz isə ilk dəfə yeyirdi. O da dadını bəyəndi. Ümumiyyətlə kumpir alıb yeyib bəyənməyən, yəni mən görməmişəm. Qiyməti isə 9 manat idi. Əgər nəsə almaq istəsəniz kumpir ideal seçimdir. Daha sonra ən sevdiyim stendlərdən biri Atabey çiğ köftə olan stend idi. Mən buranın çiğ köftələrini çox bəyənirəm və midye yemək qərarına gəldik. Mən ilk dəfə İstanbulda yemişdim. Əminə isə heç yeməmişdi. Dadını bəyənirəm. Əminə nə qədər bəyənmiş kimi görünsə belə dadını bəyənmədi. Yəni birinci dəfədən bəyənməməniz normaldır, amma məncə ikinci dəfə sınadıqda çox bəyənəcəksiniz. İçəri şəhərdə də belə bir yarmarka var, baxın. Qoşa qalan düz yanında. Amma burada elə bir stend azdır, həm də adam da azdır. Food vloger Rəfiqə xanımın məkanından belə şirniyyat desertləri aldıq. Baxın, bu browniedir, hə? Yox, bu şeydir, Marsdır. Bu da çiyələk. Hə, Jelesi dedi. Yox, özündən. Özü dedi. Hə, özündən. Bir də belə çayla 5 manatdan başlayır. Quru dondurmalar da var. Gəlin baxaq, görək necədir. Bir də ilk baxaq. Ah, nə qəşəng yiyələnir. Çiyələk yiyələnir də, yəni təmiz çiyələk olduğu bilinir. Ay, bu da çox qəşəng yiyələnir. Şokolad yiyələnir.
Mən Alpengold. şokolad çox sevirəm də. Sən çox vaxt isə karamel falan sevirdin, amma mən şokoladın özünü sevirəm. Rəfiqə xanım. Yaradıb. Yox. Mən gedirəm, görək zaralarını yazacaqlar. Bəyəndin düzündür. Kendi sən dadına baxırsan. Baxım ona. Çox dadlıdır. Sən Ver, verdin ver. də. Olsun. Bax. Qəşəngdir. Bu şinyası daha çoxdur. Bu daha yüngül, hə? Hə, amma mən bunu xoşlayıram da. Bunun karamel də var. Sən nə yaxşı bəyənmədin? Karamellidir. Bəyəndin də, bəyənmədin nə idi? Mən çox qəşəng dadır da. Biz sənin indiyə kimi tanış etdiyi adamlardan ən yaxşısı birinci sıraya Rəfiqə xanımı qoyaram da. Qalan hamısı dalaşmışam çünki. Yaxşı bu qədər bəsdir. Danışda sən eləsə deyirdin. Yox, mən nə deyim ki, mən onun özünə deyirəm. Hə, dedin ki biz getmişdik. Hə, biz səhər yeməyinə getmişdik. Mən onda Rəfiqə xanımı çox bəyənmişdim də. Siz necə? Ev ki, xanım mənim idolümdür də. İdol yəni nümunə alıb ona uyğun yaşayırsan. Baxın elə bir şey. Özü sıfırdan başlayıb, öz həyat yoldaşıyla biznes qurub. Yəni biznesləndə ikisi birlikdə pul qazanıblar, nəsə eləyiblər. Bir də dodağımı bat işləyəcəm deyəcəklər. Pis dostdur. Nəsə eləmirəm. Uşaqlar. Bir də ki, lisə bayaqdan biz başqa stentlərdən gəlmişdik də bura sıra-sıra. Oradan bayaqdan tutdurup ki, bəs gedək ora, Rəfiqə xanımı görmək istəyirəm, onun yanına getmək istəyirəm. Bayaqdan yəni tutdurup. Uşaqlar indi evdəyəm. Biraz uzanmaq istəyirəm. Evə gələn kimi bütün yorğunluq çökdü üzərimə. Birinci kameramı satacağam. Kameramı qoymuşum Zaytkaya. Cəmaat da deməsin ki, bu 0% verib mənə. İndi biraz mən üzrü sayında yatıram. Uşaqlar deməli kameramı satdım. İndi qardaşım, mən, bir də bacım gedirik. İçəri şəhərdə deməli yolka nədir? Tonqal qalırlar, oraya gedirik. Ondan sonra da papaq atacağıq. Köhnə iş yoldaşım Elcanla birlikdə. Bu da Sevdadır. Gedək, baxaq necədir. Bayram gündə evdə qalmaq istəmədik. Həm də anılar biriktiriyoruz. Gedək. Heypi. Yenidən içəri şəhərə gəldim. Ayaqlarımı hiss eləmirəm, amma özümə artıq bir niyyət qurmuşam ki, hər gün minimal 10 min addım gəzməliyəm. Mahnılar da inşallah etiraz verməz bizə. Ümid edirəm. Adamın üstünə atılır, yandı. Virüsüz qarıyor. Oradan zar-zor çıxdıq. Adam çoxdu tutublar oranı. Biz hara gedirik? Biz gedirik içəri şəhərə. Orada bayaq test mama, kalites. Orijinallığını unutun da, yəni Sevda yazıb mahnını. Gedirik. Bayaq sizə göstərdiyim o stendlər olan yerə. Uşaqlar, indi ex iş yoldaşım Elcan, qardaşım, bu da Sevda. Gedirik indi yenidən bugün sizə göstərdiyim stendlərə, nəsə yeməyə. Bugün ancaq full çöldə olmuşam, çöl yeməyi yemişəm. Hə, belə. Hava da çox qəşəngdir, soyuq deyil, amma soyuqdur, artıq əllərimi istəyəmirəm. Gedək baxaq nə edirik. Birazdan da papaq atacaq. İnşallah atarıq. Bugün necə ikinci dəfə deyirəm papaq atacaq. İnşallah nəsib olar. Gəzən kimi ayağım ağrıyır. Bayaman. Of. Qız qalsın yanındayam. Gedirik təzən çarşıya. İnan sahilə gedəcəkdik. Ki, stendə gedək. Zəng gəldi ki, bəs Böyük yerlərdən. böyük yerlərdən zəng gəldi ki, tonqal söndürüb gəlir. Ocağımızı söndürüb evdə inirik qayıdırıq ha. Qəribə yerlərə gəlirik. Deyəsən papaq atırıq. Heç kimi tanımıram, bir daha bunu tanıyıram. Şüpheli.
Çalışan şirniyyatlar önemli. Qapıda deyince şirniyyat koy. Bir manat koy. Kimdən papağı tutsa, içərdən arasını götürsün, amma yenə deyil. Uşaqlar papağa gedirik, tam sərbəst. Papaqlarımıza baxın. Kösə olmuşuq. Deməli bunların öz proqramları var. Saat 9-dan 10-a qədər papaq atırıq. Ondan 11-ə qədər də çay içirik. Mən də çay içməyi də qəbul edirdim. Yəni niyə də olmasın? Çünki fərqli bir ortamdır. Burada da nə qədər adam var. İndi mən sizə adamların sayını göstərim. Bu arxadadır. Bu da qabaqdadır belə. Hə? Işıq gələn tərəfə doğru getdik. Və qapılar. Uşaqlar qoydular. Gəldilər. Qaçın. Abi gəldiler. Götürüp papağı qaytar. VIP qonaqlara verəcəm. Acından öl. Uşaqlar burada binanın kodunu yazmaya çalışırlar. Öyrəndik. Görək ki, nə edirik. Buradan belə içədən edib. Siyah. Konfeti də. Cidden qəbul çıxarmış. Onu boşaldıq şeydə başqa şey qoyacağım. Onu boşaldıram. Boşaldı. Cimə qoyacağım, cimə. Gəlsin, doldursunuz da. Çok sert abartırsın. Aa, ne oldu? Tam bu qədər nəfərə bunu toplaya bildik. İndi isə gedirik. Videonu sonlandırmağı unutmuşam. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Kanala abunə olub şərh yazmağı unutmayın. Növbəti videolarda görüşərik.